ümumiyyətlə Bəli. necə baxırsınız? Bahalı maşın olanda toylar yaxşı olurmu, yoxsa toylara təsir edirmi? Yəni siz də toylarda olursunuz da, bir çox toylara dəvət edirsiniz müğənnini. Nəyə çox fikir İndi verirsiniz? cəmiyyətin baxışları dəyişib. Əvvəllər cəmiyyət daha çox sənətə, insanın səsinə, elmə daha çox dəyər verirdisə, indi parıltıya çox dəyər verir. Yəni bahalı bir şeylərə, göz qamaşdırıcı şeylərlə insanların diqqətini cəlb eləməyə çalışırlar insanlar və insanlar da çox təəssüf ki, buna allanırlar. Yəni parıltıya allanıb ona meyl edirlər. Və bir şey dedim ki, insanların çoxsu Avropalı. Avropanın da həyat parıltılı həyatdır. Ona görə Avropalaşmaya çox meyl eləyir insanlar. Bu cəmiyyətin çox hissəsi meyl eləyir. Bir dənə elə adicə bir təbiətdən bir misal çəkim. Məsələn, əncir ağacına fikir vermişsinizsə, əncirin meyvələri 2 dəfə tökülür. Çal olanda da tökülür. Yetişmiş olanda da tökülür. Fərq ondadır ki, çal meyvələr həmişə əncir kökündən aralanıb gedib, dığırlanıb gedib aralı düşür. Amma yetişmiş meyvələr isə, ağacın kökünə düşür, oradan düzərir, oradan çıxır. Yəni kökə bağlı olur. İnsanlar da meyvə kimidir, əncir kimidir. Yəni yetişmişi də var, çalı da var. Çal həmişə uzaqlaşır, kökdən, milli mənəvi dəyərlərdən uzaqlaşır. Yetişmiş insanlar isə həmişə kökə bağlı olur, milli mənəvi dəyərlərə üstünlük verir. Bax, o parıltıya meyl eləyənlər də həmin o çal əncirlər kimidir. Çox təəssüf ki, cəmiyyətin bu günlərin çox hissəsi belədir. Yəni. Təşəkkür edirəm, həkim görürsünüz də.